Xoş gəlmisiniz. Gəlin elə birbaşa mətləbə keçək. Bugünkü izahlı təqdimatımızda insan nitqinin mənşəyi ilə bağlı bəlkə də indiyə qədər eşitdiyiniz ən spesifik, ən fəlsəfi və açığı son dərəcə cəsarətli bir nəzəriyyəni addım-addım söküb yığacağıq. Biz Əjdər Fərzəlinin düşüncə dünyasına daxil olaraq dilin əslində necə yarandığına dair o böyük qlobal iddiaları araşdıracağıq. Odur ki, rahat əyləşin, çünki bu həqiqətən də çox fərqli və maraqlı bir səyahət olacaq. Baxın, özünüzə heç bu sualı vermisinizmi? Bugün dünyada danışdığımız minlərlə müxtəlif dil təsadüfən tamamilə fərqli yerlərdə yaranıb, yoxsa hamısının dibində o tək, ulu bir kök dayanır? Bu bəşəriyyətin ən böyük sirlərindən biridir və məhz bu sir bugün araşdıracağımız o nəhəng iddiaların əsasını təşkil edir. Birinci hissə dilin mənşəyi və iki nəzəriyyə. Yaxşı, gəlin əvvəlcə dərindən nəfəs alaq və müəllifin öz nəzəriyyəsini hansı elmi dibatın üzərində qurduğunu anlayaq. Deməli, müəllif professor Tofiq Hacıyevə istinad edərək deyir ki, elmdə iki əsas düşərgə var. Bir tərəfdə monogenezis var, yəni bu nəzəriyyə deyir ki, dünyadakı bütün dillər tək bir ulu kökdən törəyib. Digər tərəfdə isə poligenezis dayanır. Bu da o deməkdir ki, dillər eyni vaxtda dünyanın fərqli bölgələrində bir-birindən tamamilə asılı olmayaraq yaranıb. Bizim məqsədimiz bugün sadəcə qərəzsiz bir bələdçi olmaq və bu fikirlərin hər ikisinə kənardan baxmaqdır. İşin ən maraqlı tərəfi nədir bilirsiniz? Əjdər Fərzəli bu məsələdə mövqeyini çox kəskin və birmənalı qoyur. O deyir ki, heç bir halda poligenezis ola bilməz. Niyə? Çünki o düşünür ki, poligenezis qeyri-məntiqidir. Sanki qədim tayfalar sehli çubuqla bir neçə günün içində mürəkkəb dillər yaradıblar. Yəni, min illər çəkən əzablı bir prosesi belə bəsitləşdirmək olmaz. Düzdür? Məhz buna görə də o monogenezisi məntiqi bir nizam, poligenezisi isə sadəcə xaos adlandırır. İkinci hissə, bir kök, iki ağac. İndi isə gəlin bu nəzəriyyələrdən biraz uzaqlaşıb, müasir lingvistikanın dili necə xəritələdiyinə baxaq. Bugün əsas elm dünya dillərini iki böyük dil ağacı kimi qruplaşdırır. Fərzəlinin qeyd etdiyi kimi bunlardan birincisi böyük ağac olan Nostratik, ikincisi isə kiçik ağac olan Sino-Qafqazdır. Türk, Rus, Semit dilləri hamısı bu ağaclardan gəlir. Fərzəlli deyir ki, bəli, əslində bu elm üçün əla tapıntıdır. Amma bu hələ son deyil. Aha, gəldik əsas məsələyə. Fərzəliyə görə bu iki böyük ağac elə-belə havadan asılı qala bilməz. Onların hər ikisi mütləq şəkildə eyni vahid kökə birləşməlidir. O düşünür ki, qədim insanlar min illər boyu birgə fəaliyyət göstərərək o tək ulu dili yaradıblar. Bugün gördüyümüz fərqli ağaclar isə əslində həmin o vahid kökün sadəcə fərqli budaqlarıdır. Üçüncü hissə, sözlərin DNT-si. Yəni kök hecalar. Yaxşı, indi isə keçirik bu fərziyyənin struktur mexanikasına. Sizi sözlərə tamamilə başqa bir gözlə baxmağa dəvət edirəm. Baxın, bu mənim ən sevdiyim müqayisələrdən biridir. Mendeleyev cədvəlini xatırlayırsınız, eləmi? Orada konkret, məhdud sayda element var, amma onlar birləşib bütün kainatdakı sonsuz maddələri yaradır. Fərzəli deyir ki, dildə də vəziyyət eynidir. Sözlərin sayı sonsuz görünsə də, əslində onları yaradan 1, 2 və 3 hecalı kök komponentlərin, yəni dilin DNT-sinin sayı çox məhduddur. Yəni bütün sözlər bu balaca kərpiclərdən hörülüb. Və bu fikir bizə hər şeyi necə də gözəl izah edir. Gəlin sözlərin zamanla necə dəyişdiyinə baxaq. Məşhur türkoloq Poulenc deyirdi ki, qatun sadəcə Çin mənşəli bir tituldur. Amma Farselli buna qarşı çox maraqlı bir etimoloji zəncir qurur. O deyir ki, yox, sözün kökü Həvvadan, yəni su və ya tanrıdan gəlir. Həvva olur Xavva, sonra xatun, sonra qatun və ən nəhayət bugün dediyimiz qadın. Yəni, xəyal edə bilərsinizmi? Qadın sözünün içindəki o tun hissəsi əslində tanrı deməkdir. Dördüncü hissə, ot və su fəlsəfəsi. Bəli, yavaş-yavaş mətndəki ən radikal, ən fəlsəfi nüvəyə çatırıq. Burada miqyas tamamilə dəyişir. Məhz burada insan istər-istəməz o aha anını yaşayır. Fərzəli nəinki dilləri, bütün kainatı od və su adlandırdığı iki böyük qrupa bölür. Fikir verin, mən, birinci şəxs, Adəm, müsbət, isti, sağ və alfa, bunlar hamısı od sinfidir.
Əksi olan sən, ikinci şəxs Həvva, mənfi, soyuq, sol və beta isə su sinfini təmsil edir. Yəni bütün kainat, kişi və qadın məzmunu bu iki elementə bağlanır. Həqiqətən də çox qeyri-adi bir yanaşmadır. Amma dayanmaq yoxdur. Müəllif bunu lap fizikaya və rənglərə də tətbiq edir. Təsəvvür edin, qırmızı rəng və isti alfa bizim odumuzdur. Mavi rəng soyuq beta isə suyumuzdur. Bəs onların tam ortasında nə var? Ağ işıq, yəni qamma şüası. Fərzəli bunu sözün əsl mənasında bir mamaçı adlandırır. İki ekstremal ucu birləşdirib həyat yaradan bir vasitəçi. 5-ci hissə. Kainatın universal dil kodu. Yaxşı, bəs bu qədər dərin fəlsəfə, bu mücərrədlik, gündəlik istifadə etdiyimiz adi sözlərdə özünü necə göstərir? Gəlin, görək. Əjdar Fərzəliyə görə elə o gündəlik işlətdiyimiz sözlərdə inanılmaz kodlar gizlənib. Məsələn, karbon əslində qor, yəni od deməkdir. Bəs qardaş, bu sadəcə qarın daşı deyil. Müəllif deyir ki, bu qarı daşı, yəni ananın odu deməkdir. Hətta Azərbaycan sözünün özü az kökünə bağlanaraq günəş odu mənasını verir. İşin ən qəribə tərəfi isə odur ki, bizim dildəki dam və rus dilindəki xata sözlərinin hər ikisi birbaşa ana, yəni qadın və su məzmunundan yaranıb. Baxın, bu hissə məni həqiqətən heyrətləndirmişdi. Tamamilə fərqli dil ailələrinə aid görünən sözlərdə eyni kodlar tapılır. Fərzəli göstərir ki, rus dilində kişini bildirən on əvəzliyi ilə Azərbaycan dilindəki 10, bəli, bildiyimiz 10 rəqəmi əslində eyni mənanı daşıyır. Hər ikisi bütöv odu, yəni Adəmi ifadə edir. Rus dilindəki ona isə məhz bu tamlıqdan, bütöv oddan ayrılan Həvvanı bildirir. Çox fərqli bir bucaqdır, elə deyilmi? Nəhayət, bütün bu nəzəriyyənin miqyasını anlamaq üçün gəlin müəllifin öz sözlərinə diqqət yetirək. Fərzəli üçün bu sadəcə bir neçə maraqlı söz oyunundan ibarət deyil. O iddia edir ki, dünyadakı 3000-ə qədər dilin hər birində istisnasız olaraq bütün sözlər ya od, ya da su qrupuna aiddir. Və o, bunu müzakirəyə belə çıxarmır. O deyir ki, bu bir mənalı olaraq aksiomadır. Bütün bu səyahətin sonunda gəlin bir anlıq düşünək. İndi öz müasir həyatımızda oturub fərqli-fərqli dillərdə danışarkən, zarafat edərkən və ya dərdləşərkən, doğrudanmı ağzımızdan çıxan hər heca ilə o ulu əcdadlarımızın od və su kodlarını, kainatın bu qədim, bəsit ritmini təkrarlayırıq? Kim bilir? Növbəti dəfə nəsə deyəndə, inanıram ki, bu sual istər-istəməz beyninizdə səslənəcək. Bizdən bugünlük bu qədər. Növbəti izahlı təqdimatımızda görüşənədək kəşf etməyə və öyrənməyə davam edin.